Bəziləri sual verirlər ki, bəs namaz qılanda möhürlə qılınmalıdır, yoxsa yox? Namaz qılmaq lazımdır, Peyğəmbər sallallahu aleyhi ve sellem necə qılıb o cür? Necə Əbu Bakır qılıb, Ömər, Osman, o başqa sahabələr, radiyallahu anhum, Allah onlardan razı olsun. Onlar necə namaz qılıb o cür lazımdır. Ona görə bax, əgər onlar nəsə eləyiblərsə elə, yox, eləməyiblərsə eləmə. Və möhür bu sonradan çıxan bir əşyadır. Qoymayıb nə Əli bin Əbi Talib, nə Həsən, nə Hüseyin, radiyallahu anhum. Düzdür, o vaxtı xalça olmayıb. Bir dənə alnına qoymaq da düzgün deyil belə baxanda. Onda bir dənə pleti olmalıdır. Çünki səcdədə 7 də əza yerə deyir. Əgər belə yanaşsaq məntiqlə, necə bəzi tərəflər görsən məntiq xoşlayırlar məntiqi. Peyğəmbər sallallahu aleyhi ve sellem necə qılıb? Hələ qılın, o möhür qoymayıb və qılanda da əllərin sağanın, solanın üstə qoyub sinəsinə qoyardı. Və nəinki Muhammed sallallahu aleyhi ve sellem bütün peyğəmbərlər belə qılıb. Və salam. Çünki pusqudadır. Şeytanlar da vallahi pusqu. Aydın daxı. Aydın daxı. Nə kimi basıb yemirik, yəni aydın daxı. Bütün millət gülür. Gülsün qoy. Bu günə qədər yadımda daxı. Allah ki, bu indi təsbihlə zikr edir, deyir ki, burada nə var ki, indi edirəm. Deyirsən, qardaş, hər nə olsa da, bu ixlasa ziddə axı, qardaş. Sən göstərirsən ki, sən zikr edənlərdənsən, təsbihlə. Yəni, əllə elə də, qardaş. Bir, ikinci də sənin barmaqların qiyamını sən şahidi gətirəcək. Bu barmaqlar qiyamını danışacaqlar. Ki, qul mənlə zikr elədi. O danışacaq, hər şey toz torpağa çövüləcək. Nə qalacaq ki? Heç şey. Ondan sonra zikr elə barmaqların danışacaq qiyamına ki, dil açıb danışacaq ki, qul mənə zikr elədi. Bu barmaq danışacaq. Həm dediyi kimi ixlasa ziddir. Oturur təsbihin, hara gedir təsbihinə. Yəni sən nə deməksən? Deməsən zikr eləyənlərdənsən. Əksində ixlaslı olmasa əməldə. Gizli et, qoy görməsin. Heç barmağını da eləmə. 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 İmam Malik Rahimahullahın məzhəbində olub əli açıq möhürsüz namaz qılanlara nəsihətiniz və şeyxin bu mövqeyi seçməsinə dəlil nədir? Şeyxin İmam Malik Rahimahullah əli açıq namaz qılmayıb. Ona heç bir dəlil yoxdur ki, əli açıq namaz qılıb. Allah Əzzə və Cəllə sənə kimə tabi olmaq əmr edib? Allaha və Rəsuluna, imamlara deyib tabi ol. Hətta onlardan söz götürsən belə, deyib ki, necə götür? Bil-beyinəti və zubur. Dəlillərlə, beyinələrlə. Belə necə gəldi, yox. و از جمله مسائلی که توجه بهش خیلی لازمه داشته باشیم، مخصوصا جوانان تحصیل کرده، توجه به این حقیقت که خدا قرآنی در اختیار پیغمبر اسلام گذاشته که هر چه زمان پیش می رود مسائل تازه‌ای از این قرآن کشف میشه که در سابق نبوده. یعنی پا به پای زمان قرآن مجید پیش میره. حالا من یکی دو نمونه رو از آیات قرآن خدمت شما عرض کنم. اخیراً من یه نوشته دیدم، چیز جالبی درش بود. هر چه زمان میگذرد از قرآن یه چیز تازه‌ای کشف میشه. یه پروفسور سنی، اهل سنت، اما تحصیلات امروزیش در حد پروفسور، نوشته بود من عقیده دارم سجده رو بر همین خاک و مهر کرد و من از عقیده اهل سنت در این کار جدا شدم. مثل شیعه ها میخوام نماز بخونم. چرا؟ برای اینکه در آیه 29 سوره فتح وقتی که قرآن توصیف صفات برجسته اصحاب پیغمبر اسلام میکنه، میگه سیماهم فی وجوههم من اثر سجود، آثار سجده تو پیشانشون پیداست. شما اگر مانند اهل سنت 10 سالم رو فرش سجده کنید اثری پیدا نمیشه. اونا رو فرش سجده میکنن. 10 سالم شما رو این قالی سجده کنید اثری نداره.
معلوم میشه رو چیزی سجده میکردن اصحاب پیغمبر که اثرش تو پیشانی میمونده، روی خاک و سنگ و مثل مهر ما سیماهم فی وجوههم من اثر سجود. این یکی از صفات اصحاب پیغمبره. من دیدم این دانشمند اهل سنت یه چیز تازه‌ای از این آیه 29 سوره فتح در آورده که ما تا به حال غافل بودیم. قرآن مجید هر چی پیش میره مسائل تازه‌ای کشف میشه. و السلام علیکم و رحمت الله و برکاته.